Salam. Bugün sizlərlə Viyot teoreminin isbatını paylaşıram. Deməli, Viyot teoremində deyilir ki, çevrilmiş kvadrat tənliyin köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci əmsal, hasili isə sərbəst həddə bərabərdir. Yəni, çevrilmiş kvadrat tənliyi nə deməkdir? Ax kvadratı üstəgəl bx üstəgəl c. Yəni, bilirik ki, biz kvadrat tənliyi ümumi şəkildə bu şəklindədir. Ax kvadrat üstəgəl bx üstəgəl c bərabər 0 şəklindədir. Yəni, çevrilmiş kvadrat tənliyi isə birinci əmsal, yəni a 1-ə bərabər olduqda, yəni çevrilmiş kvadrat tənliyi sayılır. Yəni, ax kvadrat üstəgəl bx üstəgəl c bərabər 0 tənliyinin birinci əmsalı, yəni 1-ə bərabər olması biz nə etməliyik? Buradakı a-nı biz buradan yoxa çıxarmalıyıq. Yəni, bunu yoxa çıxarmaq üçün biz nə etməliyik? Hər tərəfi a-ya bölməliyik. Yəni, ax kvadratı bölünsün a, üstəgəl bx bölünsün a, üstəgəl c bölünsün a, 0 da a-ya bölünür, təbii ki, 0 eləyir. Buradan deməli a-lar gedir, x kvadratı olur, b bölünsün ax, üstəgəl c bölünsün a bərabər 0 olur. İndi biz b bölünmüş, deməli b bölünsün a-ya, b bölünsün a-ya p deyək, c bölünsün a-ya da bir q deyək. Yəni, biz aparıb bu tənliyi də yerinə yazsaq, deməli, bu olacaq nə? X kvadratı üstəgəl px üstəgəl q, deməli, bərabər 0. İndi bu tənlik artıq x kvadratı üstəgəl px üstəgəl q bərabər 0 şəklində olan tənlik adları nə? Çevrilmiş kvadrat tənlik. Biz indi sübut edək ki, həqiqətən də bu çevrilmiş kvadrat tənliyi köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci əmsala, yəni mənfi p-yə bərabərdir. Deməli, hasil isə nəyə bərabərdir? Q-yə bərabərdir. Deməli, ax kvadratı bizə məlumdur ki, ax kvadratı üstəgəl bx üstəgəl c bərabərdir 0 tənliyini. Yəni, biz həll etmək üçün birinci mərhələdə biz neyini? D-ni tapırdıq. Deməli, D tapırıq nə? B kvadrat çıxılsın 4ac düsturunun. Sonra birinci kök x1 tapılır necə? Mənfi b çıxılsın kök altında d bölünsün 2a-ya. Deməli, ikinci kökümüz də sayılır nə? Mənfi b plus kök altında d bölünsün 2a-ya. Bunun deməli biz nə edirik indi? Bizdən kökləri hasil. Yəni, x1 əvvəlcə baxa bulan cəminə. x1 üstəgəl x2, yəni mənfi b çıxılsın kök altında d bölünsün 2a üstəgəl mənfi b plus kök altında d bölünsün 2a kimi baxsaq biz buna. Bunlar toplayanda biz burada deməli nə baş verir? Üstəgəl kök altında d. Üstəgəl mənfi b olur, çıxılsın b. Deməli, burada deməli çıxmadı. Üstəgəl kök altında d bölünsün 2a. Burada deməli nə baş verir? Mənfi d ilə müsbət d gedir, qalır mənfi b çıxılsın b. Bu da elir mənfi 2b bölünsün 2a-ya. Burada 2-lər gedir, qalır nə? Mənfi b bölünsün a. Biz də deməli mənfi b bölünsün a-ya biz nə demişdik? Deməli b bölünsün a-ya q demişdik. Bu mənfi b bölünsün a-da nəyə bərabər olacaq? Mənfi p-yə bərabər olur. Həqiqətən də biz deməli burada nə elədik? Deməli, köklərin cəmini biz nə demişdik? Mənfi p demişdik. Həqiqətən biz burada aldıq ki, köklərin cəmi nəyə bərabərdir? Mənfi p-yə bərabərdir. İndi hasilinə baxaq. x1 vurulsun x2, yəni mənfi b minus kök altında d bölünsün 2a vurulsun. Mənfi b plus kök altında d bölünsün 2a. Biz buradan hər iki misal, deməli, hər iki kökdən mənfi b-ni yəni mötərizə xaricdən çıxarsaq, deməli, burada hər iki kökdəki mənfilər bir-birinə vurulub müsbət olacaq. Yəni, köklər ümumi şəkildə olacaq bu şəkildə. Yəni, b çıxılsın kök altında d, bölünsün 2a, vurulsun nə? B üstəgəl kök altında d bölünsün 2a-ya. Burada kəsir onun neyini, deməli, sürəti vurub, sürətdə məxrəci vurub, məxrəcdə yazırdıq. Bu da olacaq bu şəkildə. B çıxılsın kök altında d, deməli, b üstəgəl kök altında d bölünsün 2a-nı 2a-ya vuran neyini? 4a kvadrat eləyir. O da yəni bizə məlumdur ki, a üstəgəl b, a çıxılsın b, müxtəsər vurma üstəlindən olacaq. B kvadrat çıxılsın kök altında d-nin kvadratı eləyir nə? D bölünsün 4a. Deməli, b kvadrat, biz d-ni yerinə e kvadrat çıxılsın 4ac yazsaq, yəni çıxılsın b kvadratı. Burada qarşıda mənfi olduğu üçün olur nə?
4AC bölünsün nə? 4A'nın kvadratı. Burada daha doğrusu A'nın kvadratı olmalıdır. Burada B kvadrat çıxsın, B kvadrat. Yəni bunlar deməli mənfi müsbət bir-birini aparacaq. Qalacaq nə? 4AC bölünsün 4A kvadratı. 4A kvadratı. Burada 4'lər gedəcək. Deməli A'nın surətdəki yəni yoxa çıxır. Məxrəcdə qalır 1A. Deməli surətdə qaldı C, məxrəcdə qaldı A. Biz C bölünsün A biz yuxarıda nəyə demişdik? Deməli C bölünsün A demişdik biz nəyə? Daha doğrusu burada C bölünsün A nəyə demişdik? Demişdik Q'ya. Deməli Q nəyə bərabərdir? Çevrilmiş kvadrat tənlikdə sərbəst həddə bərabərdir. Biz deməli tapdıq ki, biz nə tapdıq? Köklərin hasili nəyə bərabərdir? Deməli Q'ya bərabərdir. Həqiqətən biz sübut etdik ki, nədir? Deməli çevrilmiş kvadrat tənliyin köklərin cəmi sərbəst hədd, deməli əks işarə ilə götürmüş ikinci əmsala, hasil isə sərbəst həddə bərabərdir.